tədbir iştirakçıları, hər birinizi bugün Əzzaman balamızın ruhunun işığına xoş gördük. Şəhidlik elə bir zirvədir ki, onun Quran-ı Kərimdə yer alıb. Ən böyük dəyəri də bizim cənab prezidentimiz şəhidlərimizin şəklini başının üstünə daşımaqla bizlərə göstərdi. Şəhidlərimizin yeri bizim üçün başqadır. Mən hər zaman deyirəm, əziz analar, biz ailədə hər kəsi çox istəyirik, övladımızı, valideynlərimizi. Amma bütün qohum əqraba arasında, bütün doğmalarımız arasında bizim vaz keçməyən bir varlığımız var ki, o da bizim övladımızdır. Mən bilirəm ki, 5 ildə sizlərin yanınızda olmuşam. Bilirəm ki, siz nələr çəkirsiniz. Baxmayaraq ki, mən 1-ci Qarabağ müharibəsi şəhid Əliyev Oktayın həyat yoldaşıyam, tək övlad böyütmüşəm. Amma bir şəhid anasının əlində böyümüşəm, belə deyək. Çünki mənim 20 yaşım var idi yoldaşım 1-ci Qarabağ müharibəsində şəhid olanda. Mən o ananın nə çəkdiyini, bizə necə təsəlli verdiyinin şahidi olmuşam. Ona görə mən bilirəm ki, sizlər nə çəkirsiniz. Mən hər zaman deyirəm ki, şəhidlərimiz qəhrəmandır. Azərbaycan tarixində elə bir iz qoydular ki, adlarını elə bir tarixə qızıl hərflərlə yazdılar ki, biz nəslimiz dəyişiləcək. Azərbaycan tarixində onların izi bizdən sonra gələn nəsillər üçün də yadigar qalacaq. Onlar bilirlər ki, onlar elə bir zirvəyə ayaq basdılar, elə bir zirvəyə ucaldılar ki, bu xalq yaşadıqca, Azərbaycan bayrağı dalğalandıqca onlar yaşayacaqdır. Amma mən deyirəm ki, şəhidlərimiz hər biri qəhrəmandır. Onun bir gün döyüşüb, 3 gün döyüşüb, general rütbəsi olub, yoxsa sıradan əskər olub. Biz bilmirik ki, 18 yaşında əskər gəlib 40 yaşına çatandan sonra o hansı zirvədə olacaqdır. Ona görə də şəhidlərimizin məqamı Allah dərgahında eyni qatdadır. Allah hamısına rəhmət eləsin, ruhları şad olsun. Əziz analar, şəhidlərimiz qəhrəman, amma siz milli qəhrəmansınız. Allah sizləri qorusun, var olasın. Biz bu şəhidlərimizin dəfnində iştirak eləmişik. Şəhidlərimizi anaya təhvil verən gündən biz Suraxanı rayon icra hakimiyyəti ilə bir yerdə o ailələrdə olmuşuq. Mən görmüşəm ki, ananın gözünün yaşı ürəyinə axır, amma vətən sağ olsun deyib bayrağı köksünə basır. Bu xalq qəhrəman xalqdır. Əgər şəhidin anası vətən sağ olsun deyib balasının cənazəsini qucaqlayırsa, bu xalqın kürəyi yerə gəlməyəcək. Bu xalq qəhrəmanlığa, zəfərə, qələbəyə layiq olan bir xalqdır. Zəfərimiz əbədi, qələbəmiz daimi olsun, əziz xalqım.